xadimləri, mədəniyyət işçilərlə olan görüşlərlə. Şabranda. Şabranda, o da Şabranda 1981-83-cü illərdə. Və onu da qeyd edeyim ki, cənab Prezident Ulu Öndər Heydər Əliyev incəsənətə, mədəniyyətə yüksək qayğı ilə yanaşmışdır və mədəniyyət haqqında qanunun verilməsi, muzeylər haqqında qanunun verilməsi bariz nümunəsidir. Muzey işinin yaxşılaşdırılması ilə əlaqələrdir. Nə qədər eksponat var? Sərgilənir. Sərgilən 1252 ədəd. Bəs ümumi fondda nə qədərdir? 4259. Onlar Şabran arasından olanlar Bəli, olur. Şabrandan Çaqqalıtəpə yaşayış yerində bu dəqiqə arxeoloji qazıntılar gedir və oradan tapılan əşya, biz onunla dayanmırıq. Əsasnaməmizə uyğun 3.1.1-ə görə muzey əməkdaşları Şabran kəndlərinə gedirik və eksponat toplayırıq. Və əhali ilə yaxından söhbət edirik. Kimdə muzeyə aid əşyalar varsa, yəni əşyalar muzeyə gələndən sonra eksponatı olur. Yəni söhbətlər edirik. Nə qədər alırmışsınız vətəndaşlar? Vətəndaşlardan məsələn bizim 60-80-ci illərin gəlinlikləri var. Böyük bir sərgi eləmişik. Sonra özüm əməkdaşlıq edirəm Almaniya muzeyinə, Nürnberg muzeyinə, Turan dövlətlərinin şəxsi kolleksiyada Almaniya muzeyinin direktorunun. O paltarları gətirib muzeyimizdə sərgiləyən innovativ addımlardır. Və qədim evlər layihəm var, multikultural dəyərləri qoruyan layihəm var. Yəni bu illəri elmi informasiya bazamızı yaratmaq istədik. Sadəcə attestasiya hazırlaşdırıb deyənə onları saxlamışıq ələcə. Attestasiya yəni təzədən şey keçəsiniz, yoxsa? Sentyabrda imtahan verəcəm. Həm muzey əməkdaşları, həm də özüm. Aynen, Allah işin zamandır. Sağ olun, çox sağ olun. Hər bir hissələrlə əməkdaşlıq edirik. Xocavənddən, Mingəçevirdən, Əlifbər Cahangirov. Ən qədim abidə hansıdır burada? Eksponat. Eksponat 11-in Lalə. Gəl eksponatlarda, Erkən Türkdür, Çaqqalıtəpə yaşayış yerindən tapılır. Buradan mı? Bunların Çaqqalıtəpə hansı tərəfdədir? Aygünlüdə. Aşağıda, Xışmac yolu. Bunların təsnifatı verilir, Elmlər Akademiyasından təsnifatı verilir. Ancaq elə eksponatlarımız var ki, artıq Elmlər Akademiyasından bizə verilib, ancaq təsnifatı gəlməyib. İşıqları yandırında zəhmət olur. Bəli, bəli, bu da bərpa olunur. Bu da sizə tapılır. Nədir bu? Bunun təsnifatı verilir. Sonra bir dənə də eksponatımız var fondda. O da deyir, ortalıq qabı. Yəni o da belə bir qabı. Bəli, ortalıq qabı. Elə bil ki, biz spnik deyirik, indi qoyduğu ortağı. Elə bil və yaxud da deyir, ikinci mənbəyə görə isə elə bil dini ayinlərdə istifadə etmək üçün istifadə olunur. Bunlar təxmin neçəcə əsrə aiddir? Burada boş sərgilərlə. Müxtəlif dövrlər. 4 dövrə dövründə Şabran sənətkarlığı. Bəli, 4 dövrə. Birinci dövr 3, 9-cu əsrlər, 9, 11-ci əsrlər, 13, 14-cü əsrlər, 15, 17-ci əsrlər. 4, dediniz nə qədər? 1200 sərgilər, farklı sərgilər. 1252, bəli. 4000-də fonddadır. Bəli, bəli, 4000-də fonddadır. Fond da buradadır. Fond yolun o bir tərəfində. Bu bina lisensində tikilib? Bu bina 87-ci ildə. Amma muzey binası kimi tikilməyib. Muzey binası kimi uyğunlaşdırılıb. Uyğunlaşdırılıb. Bəli. Bəs nə kimi tikilibdir bura? Onun haqqında bilmirəm. Onun haqqında məlumatım. İslamın özünə məxsus möhürü olur. Hər qabın altında möhür olur. Yəni, məsələn, bu sənətkarlıqdır. Bəli, sənətkarlıq. Bu sənətkardan Şabranda təbrik edilən var. Yeni Şabran var. Davamlılıqçılıq kimi təqdim olunur da bu. Yəni, bunu sonradan bağlı hesabda heç nə yoxdur. Və onu da qeyd edin ki, Turherdal, Belgiya alimi Turherdal Şabranda olmuş və qeyd edin ki, mən Şabrana gəlməklə Azərbaycanın qədim şəhər mədəniyyətinə daxil oldum. Demək, siz öz tarixinizdə fəxr eləməlisiniz. Bəli, Şirvanşahların öz işimizlə təbliğ edirik və fəxr edirik. Yəni, hər yerdə Şabrana, Şirvanşahların mərkəzi şəhəri olub. Eramızdan əvvəl 1-ci minilliyin ortalarında əsası qoyulub. O gedəcəyimiz yer var, nə idi onları? Şabran. Qədim Şabran. Hansı kənd idi o? Şahmazərdə. Şabran sözünün mənası şəb qaranlıq, ram məkan yer deməkdir. Və birinci mənbəyə görə Sabir tayfalarının adı ilə bağlıdır və Sabirlərlə Sabran, Şabran kimi formalaşmışdır. Və dəvə kərvanları burada dayandığına görə bir də məlumatda qeyd edim, 70 məhəllə olub burada, 70 məscid olub Şabranda, qədim Şabranda və dəvə kərvanlar burada... İndi o kərvansaradır, o məscidin neçəsi qalıb? O
onların heç biri qalmıyor. O batıb da o. Ehtimal var ki, ehtimal yox. 18-ci əsrdən artıq Şabran şəhəri olmur. Deyirlər ki, birinci mənbəyə görə deyirlər ki, feodal çəkişmələrinə görə batıb. Və Əsərəddin Xəqani 12-ci əsr Azərbaycan klassik şairi Əsərəddin Xəqani məhz öz həbsiyə şeylər Şabran həbsxanasında yazmışdı. Mən məna yaradan tutuyam yaxşı. Şabran fondu aşağı gətirin. Yox, getmək istəmirəm. Burası yəni demək istəyirəm, yaxındadır da. Elə bir ki, muzey təlimata görə muzey binasının yanında olmalıdır, içərisində olmalıdır. Ancaq indi uyğunlaşdırılıb bina deyil. Mən bir dənə sualıma cavab verim ki, bax, sizdə neçə nəfər var? Özümdə 9 nəfər. 9 nəfər. İndi bu 9 nəfər bunun yaranılması, saxlanılması üçün hansı tövəni verə bilirsiniz? Çalışırıq. Biz eksponatı, mən məsələn, muzey finansam. Söyle, öyle burada. Bilirsiniz necədir? Biz Şabran auditoriyasında, biz özümüz səyyar sərgilər təşkil edirik direktor gələndə. Eksponatda hamı gülürdü. İnanın hamı gülürdü. Amma indi bizim auditoriyada danışanda ki, eksponatın xəstələnməsi, eksponata navazişlə yanaşmaq artıq adi hal alır. Çünki maarifləndirmə tamam başqa bir şeydir. Master klasslarımız gedir bizim burada. Burada? Bəli, master klasslarımız. Yəni onu kimə keçirsiniz? Özünün, məsələn, bizim muzeyin könüllüləri var idi, sonra məktəbliləri çağırırıq bura, hissə-hissə, hər məktəbi hissə-hissə çağırırıq. Bayram müəllim burada, məsələn, Xınayaxtı Xalq kollektivinin rəhbəri. Bayram müəllim tardan, folklordan, etnografiyadan dərs keçirir. Böyük bir tədbirimiz bizim. Onda demək siz xüsusi proqram hazırlamısınız da? Fəaliyyət proqramı var da, belə çıxır. Bilirsiniz, mən senari hazırlayanda bir tədbir keçirdəndə, mən inanın, bax, açıq deyirəm, mən xüsusi bir senari hazırlanıram. Tədbirə girirəm, tədbirin gedişatında tədbir elə gözəl gedir ki. Ekskluziv. Bəli, iş planı hazırlayırıq. İş planımız var, hərənin öz iş planı var. İş planından əlavə biz çıxırıq da çərçivədə. Çıxırıq, ailə günün keçirtmişik biz, xüsusi Şabranda, xüsusi deyəndə ki, nümunəvi ailəni, məsələn, babanı, nəvəni, bütün bir ailəni çağırırıq bura. Və məktəblilərdən də çağırırıq ki, nümunəvi ailə belə olmalıdır. Yəni, bir maarifləndirmə tədbiri aparırıq biz burada. Müxtəlif tədbirə biz muzey kimi, inanın, bir yerdə dayanmırıq. Müxtəlif istiqamətlərdən, Yaxşı, mən bir dənə sualıma cavab verim. Ay ərzində neçə nəfər ziyarət edir buranı? Qısa və konkret. Yay vaxtında turistlər çox olur. Məsələn, ayırdan deyək ki, bir 200 turist, əgər hələ bu marşrut xəttinə salınmır. Çünki bu baxasına Zeydiyyənin mədəniyyət idarəsi, yəni rəisinin elə bil ki, ondan əvvəl iş görə bilmirəm, mütləq olmalı. O da ondan qabaq nəsə iş görəndə Onun esası deyildir də. Onun şeyini almış, tüzanın tanırsan. Nəsə mən əgər Qardaş o, doğru yapıram. O da meydan boşanmadır, yoxsa birləşmədir? Sosyal bakanımızdan yəni onun tədbirlərində iştirak edirəm, eyni əsrdə 20 nəşrat düzülmüşdür burada. Eksponatlar yerdəydi, bütün hamısı. Məsələn, mənim tərtibatçım var, bu tərtibatçının biz burada, yəni hər zaman... şeyini açsasın, iki səssiz. Çünki o maddeler bir galeriye. Belki nə maddədir, ona görə dedi ki, sizə başqa sualda ihtiyac yoxdur. Bir məsələn direktor, bir başkanın hamısı ona qənaətləndirdi. Hamısı Bu qədər senin eksponat fondunuz var, hoşuma gəlir açığı. Kollektiv də hoşuma gəlir. Yəni mən Azərbaycan çünki bazar onun iqtisadi güzgüsüdür. Bir də onun muzeyi. Muzey də onun tarihi. Muzey o həmin ərazinin mədəni zənginliyidir də. Onu da bilirsən ki, bu hansı tarixə sahibdir də. Və maraqlı olan odur ki, siz bu tarixi qorumaq üçün çalışırsınız. Çalışırıq, yox, bilirsiniz nə? Əldə elədiyiniz nədir, nəticə nədir? Eyvazovun, yəni Amerikadan Mədəniyyət Nazirliyinin əməkdaşıdır. Demək, orada biz görürük ki, muzey işçilərinə sual verir ki, siz uşaqlarla nə işləyirsiniz, nəyi təbliğ edirsiniz? Muzey olaraq elə eksponatı qoruyursunuz, onun keşiyi çəkirsiniz, qoruyursunuz, gələcək nəsilləri təbliğ edirsiniz. Orada mən məktəblərin səmərəli vaxtını təşkil edir. Çizgi filmləri, burada çizgi filmləri. Məsələn, rayonun ictimaiyyətdən tərif edirik uşaqları. Burada fincan oyunlar təşkil edirik. Sonralarla onu təbliğ edirik, hansısa bir nağılı canlandırırıq. Yaxşı. Azərbaycan Çox gözəl mədəniyyəti. işdir, çox
maddi tərəfə çevirə bilirsiniz, yoxsa yox? Maddiyyat məni biraz çevirəndir. Bugün səhər gəlib, çox üzr istəyirəm, sözünüzü kəsəm, səhər gəlib elə onun yollarını axtarırıq ki, biz də həm də onun üçün çalışırıq ki, attestasiyadan keçək və üstə gəldi fikirləşirik ki, necə eləyək ki, əlavə qazanc gəlsin. Baxın, o işlərlə rifahı yaxşılaşdırır. Bəli. Muzey işçisi olaraq bunu Çünki muzeyə giriş əslində pullu olmalı. Amma pullu olması üçün gəlib mənim adımı atırsan ki, onu cavab verə bilsinlər. Məsələn, Qubada var Diyarçınazlı muzeyi, o giriş 1 manat olmuşam. Ona da 1 manat demişəm, burada 10 manat olmuşam. Yəni demək istəyirəm ki, məsələn, bizim yaxşı cəhətimiz ola bilər ki, biz əldə etdiyimiz bu intellekti, bu vacib məsələni pula çevirə bilər və həmin sonra da pulu bu prosesin saxlanılmasına xərcləyək. 25% tutaq ki, konqradi belə, əldə edilən sayda müəyyən bir hissəsi içinin arasında mükafat forması kimi pul bölünür və digər bir hissəsi də eksponatın alınması. Şəxsi də sahibinizdən alırsınız. Amma sizə fond verilməlidir. Yəni hər bir hər bir siyasi muzeyə fond olmalıdır. Yəni eksponat almaq üçün fond olmalıdır. Hətta mərkəzi muzeylərdə yoxdur. Buranın tarihi ilə bağlı. Arkadaşlar, görəsiz var olmaz. Yəni demək istəyirəm ki, bu noktada ki, o daş yolu, qayanın olduğu daş yolu, təsəvvüründəki 100 metrdir. Onun axır ki, arxarındakı qeydət alınır, ona başlar. Yəni demək istəyirəm ki, biz işimizi, fəaliyyətimizi elə qurmalıyıq ki, onun bir maddi tərəfdə olsun. Yəni maddi tərəf olanda 5 manat arasınızsa, mükafat şəkildə 1 manat ala biləsiniz və yerdə qalan vəsaitdə bunun zənginləşdirməsinə gedəcək. Biri var ki, bunu alırsan 50-ci ildə, amma bir də var ki, onu sən 100 il bundan qalmaq ki, bir dənə şey alsın. Mənim özümə bir dənə ağlamam bağlı el eksponatlar var ki, necədir? Deyəcək ki, regional icra, mən sərgiləmək istəyirəmsə, həmin yüzləşdə eksponatı burada, deyəcəklər ki, tutalım ki, regional idarənin razılığı olsun. Yəni, filan kəsin razılığı olsun. Bürokratik aparat o qədər axmaq işləyir ki, yəni sizin müraciətiniz 10 geçir ki, mən də həvəsdən düşəcəm, deyəcəm, sən istəmirmişdin. Yox, valla mən o da heç həvəsdən düşməm. 150 nəfəri bir gətirmişəm şəhərdən. İnanın ha, böyük bir tədbirim. Şimdi ayın 16-da parla gelir. O tədbirin maddi tərəf olmalıdır. Maddi tərəf olmalıdır. Məsələn, siz gələ xaricə gedəndə, muzeyə gedəndə, Bedil. Qədim Qəbələ, qədim Şabran harada idi? Şahnəzərlidə.